Gəlin 32-ci suala baxaq. Burada deyir ki, cədvəldəki yanlışlıqları müəyyən edin. Birinci, kədəni bildirməmək üçün zorla gülümsündü cümləsində məqsəd səhvliyi işlənmişdir. Gülümsündü nə məqsədlə? Kədənini bildirməmək üçün. Nə tərzdə gülümsündü? Zorla gülümsündü. Burada zorla tərz hərəkət zərfliyidir. Kədəni bildirməmək üçün isə məqsəd səhvliyidir. Həqiqətində qarşısında doğru yazılıb, bu doğrudur. 2-yə baxaq. Dərsdən sonra qızları başına yığaraq həyətdə gəzərdi cümləsində tamamlıq işlənməyibdir. Dərsdən sonra qızları başına yığıb həyətdə gəzərdi. Gəzərdi harada? Həyətdə. Burada oldu yer zərfliyi. Nə tərzdə gəzərdi? Dərsdən sonra qızları başına yığaraq ıbın yerinə arıq artıra bilirsə olur feili bağlama və burada feili bağlama tərkibi olmuşdur. Nə tərzdə sualına cavab verən tərz hərəkət zərfliyi. Həqiqətən də tamamlıq işlənməyibdir və qarşısına doğru yazılmalıdır. Qarşısına yanlış yazılıb. Ona görə ikimiz yanlışdır. 3-ə baxaq. Çirkin olduğuna görə əvvəllər heç kəs ona məhəl qoymurdu. Cümləsində səbəb zərfliyi feili sifət tərkibini ifadə edilibdir. Məhəl qoymurdu. Kimə? Ona. Kim? Heç kəs. Nə səbəblə? Çirkin olduğuna görə. Burada səbəb zərfliyi çirkin olduğuna görədir. Amma ki, feili sifət tərkibi ilə ifadə olunmayıbdır. Nə üçün? Çünki burada olmaq, etmək, bilmək, qılmaq mürəkkəb feillərdir və heç zaman tərkib olmur. Görək isə leksik mənası olmayan köməkçilik hissəsidir. Çirkin olduğuna görə sözü burada tərkib olmadı. Qarşısına yanlış yazılmalıdır, doğru yazılıbdır. Ona görə 2-3 yanlışımızdır. 4-ə baxaq. Atını minərək, ıbın yerinə araq qoyursa atını minərək, kəndin anası ilə çapanda ona həsəd aparırdılar. Cümləsində tərz hərəkət və zaman zərfliyi işlənibdir. Zaman zərfliyi işlənibdir. Baxaq indi, həsəd aparırdılar kimə? Ona. Nə zaman? Atın minib kəndin anası ilə çapanda. Burada zaman zərfliyi var, amma tərz hərəkət zərfliyi yoxdur. Həqiqətən qabağına yanlış yazılıbdır, yanlışdır. 2 ilə 3 bizim cavabımızdır.